Xeyir olsun değerli izleyicilerimiz, hoş gördük sizleri. Məşdağa 156 nömrəli marşrut xəttinin yolunda tam yolun kənarında 3 sot torpaq sahəsinin üzərində gözəl belə bir həyət evimiz çıxıb. İnşallah həyətin təqdimatını təqdim edək, sonra keçid edəcək evin içərisinin təqdimatına. Evin torpağının çıxarışı var, həm ipotekaya yararlıdır, həm qeydiyyata düşmək üçün. İlkin qiymət 120 min manatdır. Həyətdə sanuzeli var, onu da göstərəcəyik sizlərə. Ev belə deyək, tam istipoldan ibarətdir və evin sağ və sol tərəfinə keçidi var. Evin qabaqlandırmasında işıqlandırması var. Əlavə torpaq hissəsi burada qoyulub. İndi kimsə gül əkə bilər. Sonra əlavə su çəni var, yəni kommunallar tam qaydasındadır. Və inşallah gələk evin içərisini təqdim edəcək sizlərə və giriş hissəsini də göstərəcəm sizlərə. Və qeyd etdiyimiz kimi ev tam istipoldan ibarətdir və sanuzel moydadına qədər yəni qoyulub. Göstər inşallah. Və giriş hissəsini də sizlərə təqdim edək. Böyük bir rahat giriş hissəsi var. Kim istəsə manqalini də qoya bilər, dişetka da qoya bilər. Və bu tərəfini, bu hissəsini evin belə deyək, dörd bir tərəfinə rahat bir şəkildə fırlanmaq olur. Aşağının kəmərini və beton yuxarının kəmərinə qədər verilib. Və keçirik inşallah evin içərisinin təqdimatına. Hətta qapısında belə indi işıqlandırma, evin içində işıqlandırmanı göstərəcəm sizlərə. Koridordan ayrı-ayrı otaqlardır. Hətta koridorda belə işıqlandırma qoyulub. Bu hissəni sizlərə təqdim edək. Fikir verin. Və burada da işıqlandırmanı göstərin zəhmət olmasa. Fikir verin. Hər otaqda ayrı-ayrı işıqlandırmaları var və qapılardan istifadə olunur və içərisi və pəncərələrdir. Və mətbəx hissəsini təqdim edək. Mətbəx hissəsi də böyük bir mətbəxdir. Yəni uzun böyük bir mətbəxi var. Mətbəx də istipoldan ibarətdir. Bölmək də istipoldan ibarətdir. Fikir verin. Və keçək yataq otaqlarını təqdim edək sizlərə. Burada bir yataq otağımızdır. Uşaq otağı üçün nəzərdə tutulub. Və işıqlandırması zəhmət olmasa göstərin. Və burada da otağı da göstərin zəhmət olmasa. Və burada da hər otağın ayrı-ayrı işıqlandırmaları var. Hətta üstləri belə ayrıdır. Və buranın işıqlandırması, otağın işıqlandırması təqdim edin zəhmət olmasa. Və sanuzel hissəsini göstərək sizlərə. Sanuzel hissəsinə fikir verin. Tam hazır vəziyyətdə aksesuarlar qoyulur və istipol və qeyd etmişdik moydadına qədər fikir verin. Moydadına qədər qoyulub və tam hazır vəziyyətdə. Hətta hamamın işıqlandırmasına belə, bax burada belə işıqlandırmasına qədər var. Və güzgün, bax fikir verin, güzgüdə əşyalar qoyulmaq üçün. Hətta və işığının üçün hər kəsin Allah mamın yükünə bərəkət versin inşallah. Və dəyərli izləyicilərimiz, qeyd etdiyimiz kimi 156 nömrəli marşrut xəttinin yolunda tam yolun kənarında 3 sot torpaq sahəsinin üzərində inşa edilmişdir. 120 kvadratlı evin torpağının çıxarışı var. Tam qeydiyyatlar və ipotekaya yararlıdır. Bir zal, 3 yataq, bir mətbəx, bir sanuzeldən ibarətdir. Kommunallar var. Qiymət ilkin olaraq 120 min manat reallıq olan sabit tərəfindən endirim olunacaq. Və səhifəmizi izlədiyiniz üçün məşğələmə etməmiş əməkdaşlara rəhbərlik yapmış sizlərə təşəkkür edirəm.